Salam, xoş gördük sizləri. Bizim bugünkü mövzumuz Türk dünyası haqqında olacaq. Bir videoda inşallah bütün Türk dünyası haqqında olan vacibi məlumatları verəcəyik. Türk dünyasında müstəqil dövlətlərimizin sayı 6 dənədir. Müstəqil dövlətlərimiz Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan respublikalardır. Bunlar hamısı unitar respublika quruluşuna malik olan ölkələrdir. Bunlar sahəsinə görə düşsək, sahəsinə görə ən birinci yerdə Qazaxıstandır. İkinci yerdə sahəsinə görə Türkiyə dayanır. Üçüncü yerdə Türkmənistan. Dördüncü yerdə Özbəkistan. Beşinci yerdə Qırğızıstan və altıncı yerdə isə Azərbaycan dayanır. Birinci yerdə sahəsinə görə ən böyük Qazaxıstan, ikinci yer Türkiyə, üçüncü yer Türkmənistan, dördüncü yer Özbəkistan, beşinci yer Qırğızıstan və altıncı yer Azərbaycan. Yəni sahəsinə görə ən kiçiyi Azərbaycan da ən böyüyü Qazaxıstandır. Şəkildə rəngləri də fərqləndirsəz, sahəsinə görə ölkələri bu şəkildə düzə bilərsiniz. Bir də əhalisinə görə bu müstəqil Türk dövlətlərini düşsək, əhalisinə görə birinci yerdə Türkiyə dayanır. İkinci yerdə əhalisinin sayına görə seçilir Özbəkistan, Mərkəzi Asiyadan. Amma Mərkəzi Asiyadan çoxu Özbəkistandır. Əgər Mərkəzi Asiyadan olan Türk dövlətlərdəsə. İkinci yerdə Özbəkistan, üçüncü yerdə əhalisinə görə Qazaxıstan, dördüncü yerdə Azərbaycan, beşinci yerdə Qırğızıstan və 6-cı yerdə isə Türkmənistandır. Türkmənistanda əhalinin 80% hissəsində əhali məskunlaşmayıb, yəni zəif məskunlaşmış ərazidir. Əhalisi ən çox olan Türkiyə oldu, ən az olansa Türkmənistan Respublikası oldu əhalisinə görə düşsək. Daha sonra keçdik növbəti slayda. Burada Türk dövlət, müstəqil Türk dövlətlərinin yanaşı Türk qurumları da təsvir olunur. Müstəqil Türk dövlətlərini dedik Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan. İndi Türk qurumlarına baxırıq. Türk qurumlarını bölə bilərik. Sibir regionunda yerləşən Türk ölkələri Saxa-Yakutiya, Sibir regionunda. Həmçinin sahəsinə görə ən böyük Türk qurumudur Saxa-Yakutiya. Ən böyük ölkə Qazaxıstan da ən böyük Türk qurumu isə Saxa-Yakutiyadır. Sonra Sibir regionunda Altay, Tıva və Xakasiya. Sonra Ural Volqaboy regionunda Başqırdistan, Tataristan, Çuvaşiya respublikaları, Çuvaşiya Türk qurumları, daha sonra Çinin ərazisində Sinsiyan Uyğur Türk qurumu, Qafqaz dağlarında, Şimali Qafqaz dağlarında Kabarda-Balkar və Qaraçay-Çərkəz Türk qurumlarını göstərə bilərik. Bunlar əsas Türk qurumlarıdır. Bundan başqa Moldovanın tərkibində var paytaxtı Nukus şəhəri olan Türk qurumumuz, Qaqaziya Muxtar Respublikası, bir də Özbəkistan tərkibində Qaraqalpaq Muxtar Respublikaları da var. Daha sonra bunların yerlərini bilmək ki, axırda xəritədə bir də müqayisə olunacaq. Bu oldu Ural Volqa-Boy region, bu oldu Sibir regionu, bu oldu Şimali Qafqaz regionunda yerləşən Türk qurumları. Sonra gəldik. Burada dediklərimizi yenə ümumiləşdirmişik, qruplaşdırma aparmışıq. Deməli, bu silək. Aha. Müstəqil Türk dövlətləri 6 dənə. Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızistan və Aralıq dənizində Şimali Kipr Respublikası var ki, bunun müstəqilliyini BMT tərəfindən tanınmadığına görə bayaqki xəritədə göstərməmişdi. Şimali Kipr Respublikası Aralıq dənizində müstəqil Türk dövlətidir. Kipr adasında yerləşir. Bir də Muxtar Respublikası olan Türk dövlətləri iki dənədir. Özbəkistanda Qaraqalpaq Muxtar Respublikası var və Azərbaycanda Naxçıvan Muxtar Respublikası var. Və dövlət qurumuna malik olmayan türklər hansılardır? Ölkələrin ərazisində yaşayırlar. Şorlar var. Altay dağlarında Kuznik Alatausunda yaşayır. Qaqazlar dedik ki, Moldovada yaşayır. Paytaxtı Nukus. Noqaylar Şimali Qafqazda, Xəzər tərəf ərazilərdə. Qumuqlar Şimali Qafqazda. Kamasinlər Kamaçay vadisində. Tofalar İrkutsk vilayətinin Nijnesk rayonunda. Karaimlər Litvada, Krım tatarları Ukraynada yaşayan türk xalqlarımızdır. Daha sonra bunların paytaxtlarına baxsaq, bu türk dövlətlərinin birinci Saxa-Yakutiyaya baxsa, Saxa-Yakutiyanın paytaxtı Yakutsk Sibir bölgəsində, Tıva Sibirdə, paytaxtı Kızıl, Altay Sibirdə, Dağlıq Altay, Xakasiya paytaxtı Abakan. Bunlar olduğu Sibir regionu. Sonra Ural Volqaboy regionu, Başqırtıstan, Tataristan, Çuvaşiya, Başqırtıstan paytaxtı Ufa, Tataristan, Kazan, Çuvaşiya, Çebuksari, Şimali Qafqaz regionu, Qaraçay, Çərkəz, Çerkaz, Kabarda-Balkar, Naltik.
Sinsiyan Uyğur Çində yerləşir, paytaxtı Urumçi. Qaraqalpaqistan Respublikası, Muxtar Respublikası Özbəkistanda paytaxtı Nukus. Şimali Kipr Türk qurumu paytaxtı Lefkoşa. Qaqazi Muxtar Respublikası Moldovada paytaxtı Komrat. Baxlar Nukus demişdim, qarışdırmışam. Paytaxtı Komrat şəhəridir. Daha sonra keçdik. Bunların geoloji quruluşu, relyefi, təbii şəraiti, bunlar haqqında ümumi məlumat versək, deməli, geoloji quruluşuna görə platforma və geosignal sizə bölsək, geosignalda yerləşən Alp-Himalay geosignal qurşağına Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızistan və Şimali Qafqazdan Kabarda-Balkardan Qaratay Çərkəzlər Türk qurumları yerləşir geosignalda. Platformada yerləşənlər isə qədim ərazilərdir. Yəni Turan platformasında yerləşir Qazaxıstan, Özbəkistan, Türkmənistan, Xəzər sahilində. Şərqi Avropa platformasında Volqa-Ural boyu regionunda yerləşən Tataristan, Başqırıstan, Çuvaşiya, Sibir platformasında Saxa, Yakutiya, Türk qurumu yerləşir. Daha sonra ərazisində olan vulkanlara baxsaq, deməli, bunları silək. Aha, sönmüş vulkanlardan Ağrı Dağ vulkanı Türkiyədə ən hündür zirvədir. 5165 metr hündürlüyə malikdir. Anadolu yaylasında yerləşir bu vulkan. Nə Pont dağındadır, nə Tavr dağında. Anadolu yaylasında, mərkəzdə yerləşir. Sonra Qafqazda Elbrus sönmüş vulkandır. Kabarda-Balkar Türk qurumunun ərazisindən düşür. Kabarda-Balkar nisbətən daha hündürdür. Qarçı-Çərkəz ondan aşağıdadır. Ona görə onların təsərrüfatındadır. Qarçı-Çərkəz əkinçiliyidir. Kabarda-Balkar isə heyvandarlıqla məşğuldur əsasən. 5642 metr hündürlük. Azərbaycanda böyük işıqlı sönmüş vulkan Qızılboğaz, Gəlinqaya. Böyük işıqlı 3550 metr, Qızılboğaz ən hündürlüyü 3581 metr, Gəlinqaya 3335 metr sönmüş vulkanlardır. Qədim dağlar Altay, Saya, Tiaşa, Verxoyat, Çers kimi dağları var ki, bunlarda Altay, Saya, Tiaşa qırışıq faylı dağlardır, paleozoy yaşlıdır. Verxoyat, Çerski isə mezozoy yaşlı dağlardır, orta qırışıqlıq da yaranan dağlardır. Saxanın ərazisinə düşür Verxoyat, Çerski. Cavan dağlar Pod, Tavr Türkiyə ərazisində Qafqaz, Kabarda-Balkar, Qaraçay, Çərkəz, Azərbaycan, Talış, Azərbaycan, Pamir dağları, Kopetdağ dağları Türkmənistan, İran sərhədlərinə düşür. Ən yüksək zirvələr. Çaqori zirvəsi başqa adı K2 zirvəsidir bu zirvənin. 8611 metrdir. Həmçinin Türk dünyasının ən hündür zirvəsidir. Sinsiyan Uyğurda yerləşir Çin ərazisində. Qələbə Piki zirvəsi 7439 metr Qırğızstanın ərazisində düşür. Xan Tegris zirvəsi həm Pamir dağlarının ikinci ən hündür zirvəsidir bu. Xan Tegris zirvəsi Qazaxıstanda 6995 metr hündürlük. Ağrı dağı dedik Türkiyədə ən hündür zirvədir 5165 metr. Azərbaycanda Bazar düzü 4466 metr. Türkmənistanda Kopetdağ zirvəsi silsiləsi. Kopetdağ zirvəsi Türkmənistan ərazisində düşür 2942 metr. Türkmənistan İran sərhədi boyunca uzadır bu da. Ən çökək yerlər Turfan çöhərliyi Türk dünyasının ən dərin yeridir. Bu da Sinsiyan Uyğura düşür və Karagiya çöhərliyi -132 metr Qazaxıstana düşür. Səhralardan Təkləbəkan səhrası Çində Sinsiyan Uyğurun ərazisində düşür. Qaraqum səhrası Türkmənistan, Qızılqum səhrası isə Özbəkistanın ərazisinə düşən səhralarımızdır. Daha sonra keçdik növbəti slayda. Növbəti slaydda dağlarımız və düzənliklərimizin yerləşdiyi ərazilər. Altay dağları, Altay və Tıva Türk qurumlarının ərazisinə düşür. Sayan dağları ondan biraz yuxarıdadır. Tıva və Xakasiyanın ərazisinə düşür. Tiyanşan dağları bir neçə ölkədir. Qırğızistan, Özbəkistan, Qazaxıstan və Sinsiyan Uyğurun ərazisinə düşür. Kopetdağ Türkmənistan və İran sərhədində oldu. 2942 metr hündürlük dedik. Tiyanşanda 7439 metr dedik. Qafqaz dağları 5642 metr. Azərbaycan, Kabarda-Balkar və Qaraçay Çərkəzin ərazisinə düşdü. Verxoyansk dağları mezozoy yaşıldı. 2500 metrə yaxın hündürlüyü var. Saxanın ərazisinə düşdü. Çersk də eyni. Pont və Tavr dağları Türkiyənin ərazisinə düşür. Daha sonra düzənliklərimiz Orta Sibir yaylası, Saxa-Yakutiya Sibir platforması, Şərqi Avropa düzənliyi, yenə Ural Volqa boyunda yerləşən Türk qurumları, Tataristan, Başqırıstan, Çuvaşiya, Turan ovalığı, Xəzər sahili, Qazaxıstan, Özbəkistan, Türkmənistan ərazisində düşür. Xəzəryanı ovalığı, Qazaxıstan, Qazax xırda təpəliyi, Qazaxıstan, Üsyurt platosu Qazaxıstanın ərazisinə düşür. Kürarız ovalığı, Azərbaycan, Anadolu yaylası isə Türkiyənin ərazisində olan düzənliklərimizdir, Türk dövlət qurumlarından. Daha sonra keçdiyi növbəti slayda iqlimləri. Türk dövlət qurumlarının iqlimləri. Türk dövlət qurumları isə subtropik və mülayim iqlim qurşaqlarında yerləşir. Tamamilə subtropik iqlim qurşağında yerləşir Türkiyə və Şimali Kipr. Bu Aralıq dənizində yerləşən Şimali Kipr. Tamamilə Türkiyə subtropik iqlim qurşağındadır. Həm subtropik, həm mülayim iqlim qurşağı. Subtropik sarı rəngdir, mülayim yaşıl rəngdir burada. Baxırıq, Azərbaycan həm subtropik, həm mülayim iqlim qurşağına düşür.
Sonra buradan Türkmenistan həm subtropik, həm mülayimə düşür. Özbəkistan həm subtropik, həm mülayimə düşür. Qırğızistan həm subtropik, həm mülayimə düşür və burada Çin ərazisində olan Sinsiyan Uyğurdur. Yaşıl və sarı, yəni həm subtropik, həm mülayimə düşən türk qurumlarımızdır. Tamamilə mülayim iqlim qurşağında yerləşən türk qurumlarımız hansılardır? Tamamilə mülayim qurşaqda yerləşir. Ural Volqa regionunda Başqırdistan, Tataristan və Çuvaşiya. Daha sonra Sibirdə Altay, Tıva, Xakasiya türk qurumları. Bunlar və Qazaxıstan müstəqil türk dövlətlərindən yalnız Qazaxıstan tamamilə mülayim iqlim qurşağında yerləşir. Daha sonra həm mülayim yaşıl rəng, həm subarktik mavi rəng, həm də bənövşəyi arktik iqlim qurşağına düşən, 3 iqlim qurşağına düşən Saxa Yakutya Türk qurumudur. Yəni 3 iqlim qurşağının üçünə də düşür. Daha sonra gəldik çaylarına. Atlantik Okean hövzəsinə tökülən çaylarımız. Ya Aralıq dənizinə tökülür, ya da Qara dənizə tökülür. Aralıq dənizinə Türkiyənin ərazisindən Seyhan, Ceyhan çayları, Qara dənizə isə Sakarya, Qızılırmaq, Yaşılırmaq və Çoruq çayları Türkiyənin ərazisindən Qara dənizə tökülür və Atlantik Okean hövzəsinə aid olur. Hind Okean hövzəsinə aid olan İran körfəzinə tökülən Dəzlə və Fərat çayları. Bunlar da Türkiyədən başlayırlar, gəlirlər Hind Okean hövzəsinə tökülürlər. Daxili axarsuz hövzə. Xəzər dənizinə tökülən çaylarımız. Kür, Araz çayları Azərbaycan ərazisinə axırlar. Türkiyədən başlayır. Ural, Enba çayları Qazaxıstan ərazisindən Xəzər dənizinə tökülür. Aral gölünə tökülən çaylarımız. Türkmənistan Özbəkistandan keçir. Mənsəbə Özbəkistanda Amudərya. Sırdərya çayı isə Qırğızstandan başlayır, Özbəkistandan keçir və Qazaxıstan ərazisində Aral gölünə tökülür. Amudərya və Sırdərya. Sırdərya 3 ölkənin ərazisində oldu. Qırğızstanda başladı, Qazaxıstanda töküldü. Amudərya isə Türkmənistandan Özbəkistan arasında axır. Balxaş gölünə tökülən çayımız İli çayıdır daxili axar sözlərdə. Qazaxıstanın ərazisində İli çayı Balxaş gölünə tökülür. Şimal Buzlu Okean hövzəsinə aid olan çaylarımız. Ob çayının qolları olan İrtiş, Tobol, İşib Qazaxıstan ərazisindədir. Axırlar. Gəlirlər Obun qollarıdır. Obda Şimal Buzlu Okeana tökülür. Lapterlər dənizinə tökülən Liyada çayı isə Saxa Yakutiyadan keçir. Şimal Buzlu Okean hövzəsinə aid olan çayımızdır. Deməli, Türk dövlət qurumları çayları 3 okean hövzəsi və bir daxili xalis hövzəyə aid. Atlantik, Hind, Şimal Buzlu. Sakit Okean hövzəsinə aid olan çayımız yoxdur. Daha sonra keçdiyim növbəti slaydımıza. Türk dövlət qurumlarının ərazisində olan göllər. Baxırıq. Xəzər gölü Türk dövlətlərindən Azərbaycan, Qazaxıstan, Türkmənistan ərazisində düşür. Bundan başqa İranla Rusiyanın da Xəzərə çıxışı var, amma Türk dövlət qurumu olmadığına görə onların adını demirik burada. Aral gölü Qazaxıstan, Özbəkistan sərhədindədir. Balxaş Zaysan gölü Qazaxıstandadır. Türkiyədə Van Tuz gölləri. İstikul gölü Qırğızstanda Yüksək Dağ gölüdür. Sarıqamış gölü Türkmenistanın sahilində Xurət duzu çıxarırlar. Daha sonra çaylarda olan su anbarlarına baxsaq. Ekrana silək. Çaylarımızda olan su anbarları. Su anbarları. Fərat çayı üzərində Keban və Atatürk su anbarı var Türkiyə ərazisində. Sırdərya çayı üzərində Toktokul su anbarı Qırğızstandadır. Çardərə su anbarı isə Qazaxıstan ərazisindədir. Yəni Sırdərya çayı üzərində 2 dənə su anbarı varsa, biri Qırğızstandadır, biri Qazaxıstanda. Axar ikisindən keçirdi. Mənbəyi Qırğızstan, mənsəbi Qazaxıstan idi Sırdərya çayının. İliç çayı Qazaxıstan ərazisində Kapçaqay su anbarı var. İrtiş çayı Qazaxıstan ərazisində Buxtarma su anbarı var. Volqa çayı üzərində Samara, Çeboksari, Aşağı Kamo su anbarları Çuvaşiyan ərazisindədir. Sayan, Şişes, Krasnoyar su anbarları Yenisey çayı üzərində Xakasiya Türk qurumunun ərazisində düşür. Vilyus su anbarı Lena çayı üzərində Saxa Yakutiyanın ərazisində düşən su anbarlarımızdır. Daha sonra keçdik növbətiyə. Təbii ehtiyatlarımız, geoloji quruluşda bunu deməli idik. Neft ehtiyatlarının Qazaxıstanda Tengiz, Mangistau və Turqay yataqları, Özbəkistanda Fərqanə vadisi və Surxandərya vadisi, Türkmənistandan, Xəzər dənizi sahilindən, Azərbaycan Xəzər dənizindən neft çıxar. Tataristanda Yeni Elxon və Bavli Şərqi Avropa düzənliyindən çıxar. Başqurdistan Tuymazı, Adigel, Adizel və İşimbay yataqları. Bunlar neft yataqlarımızdır. Deməli, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Tataristan, Başqırıstan ərazisindən çıxdı.
Qaz yataqları. Türkmənistanda Çələkə, Marı və Buxara Xivə, Özbəkistanda Qazlı və Mübarək qaz yataqları, Urtabulaqda həmçinin, Qazaxıstanda Uzi, Mangistau, Mangistau həm neft həm də qaz çıxarılır orada. Qaz yatağı, Azərbaycandan da Şahdəniz qaz yatağı. Daş kömür ehtiyatına görə Qazaxıstanda Karakanda, Ekibastuz, Türkiyədə Erenkli, Zonguldak, Özbəkistanda Anqrey, Şarkıl, Tıvada Ulufev, Sinsiyan Uyğurda Bay daş kömür yatağı, Saxada və Xakasiyada da daş kömür ehtiyatları var. Dəmir filzi Qazaxıstanda Kustanay yatağı, Azərbaycanda Daşkəsən dəmir filzi yatağı. Türkiyədə, Saxada, Tıvada, Altayda, Xakasiyada dəmir filzi ehtiyatları var. Qədim platforma olduqlarına görə. Kristal bünövrə qəsətə yaxın yerləşdiyinə görə. Mis ehtiyatları Qazaxıstanda Balxaş və Çezqazan, Türkiyədə, Özbəkistanda Kalmakır, Sarı, Çek, Almalıq mis yatağı da Özbəkistanda. Və Qırğızstanın arasında mis ehtiyatları var. Alüminium filizi, məsələn, alünit ehtiyatları Azərbaycanda, Türkiyədə, boksit ehtiyatları, Qazaxıstanda boksit ehtiyatları var. Xromit yataqları Türkiyədə, Qazaxıstanda, həmçinin Azərbaycanda var. Kəlbəcər Laçın rayonları arasında. Qızıl ehtiyatı Özbəkistanda Muruntau qızıl yatağı, Qazaxıstan, Azərbaycanda Gədəbəy qızıl yatağı, Saxada, Altayda qızıl ehtiyatları var. Almaz və qala ehtiyatları Saxa, Yakutiyada, Uran ehtiyatı Özbəkistan və Türkiyənin ərazisində, Qlauber duzu isə Türkmənistanın ərazisində yerləşir. Ə, Bunlardan həmçinin bunların şərti işarələrine də baxa bilərik. Neftin şərti işarəsi uzun üçbucaqdır, içərisi qara ilə dolu. Qazın şərti işarəsi uzun üçbucaqdır, içərisi boş. Daş kömür ehtiyatı kvadratdır, içərisi qara ilə dolu. Əgər zolaqlı olsaydı bu qonur kömür ehtiyatı olardı. Almaniyada var, o da türk dövlətlərində yoxdur. Daha sonra daş kömür ehtiyatı dəmir filizi balaca üçbucaqdır, içərisi qara. Daha sonra mis filizi düzbucaqlıdır, içərisi dolu. Bunun da içərisi qara. Daha sonra alüminium filizi, alinit, boksit və nifelini nəzərdə tutur. Belə bir şəkildə şərt işarədir. Kvadrat içərisində dairə. Daha sonra bu kvadrat dilində. Xromit filizi sanki X hərfidir. İçərisi dolu. İki üç bucağı dolu. Bu da oldu xromit filizimiz. Qızıl filizi dairə, bir tərəfi dolu. Sonra almaz ehtiyatları, almaz ulduza bənzər şərti işarədir. Qala ehtiyatları e, belə şərti işarədir, prosto nisbətən qalındır. Bunun nazik civədir. Uran filizi içərisində iki dənə dairə olandır. Bunda bu hissələr qara ilə doludur və Glauber duzu Türkmənistanda bu şəkildə şərti işarəyə malikdir. Şərti işarələr də qısa şəkildə olsa təkrarlamış olduq. Daha sonra keçdik növbəti slayda. Hmm, Növbəti slaydımıza yazıları pozaq. Deməli. Yazıları pozduq, gəldik. Deməli, Türk dünyasının sənayesinə və kənd təsərrüfatına gəldik. Sənayesinə görə metallurgiya sənayesinə əsasən yaxşı inkişaf edib Türkiyə, Qazaxıstan, Azərbaycan, Özbəkistan bu dövlətlərin ərazisində. Kənd təsərrüfatı maşın qarması Türkiyə, Qazaxıstan, Özbəkistan, minik avtomobillərdə Daya və tipli Özbəkistan, Uaz tipli Başqırdistan və Türkiyə minik avtomobilləri. Yük avtomobillər Türkiyə, Qazaxıstan, Tataristanda KAMAZ tipli maşınlar, təyyarə istehsalı Türkiyə, Özbəkistan. Deməli, minik və təyyarə istehsalı Türkiyə və Özbəkistanın içərisində var. Türkiyə ümumiyyətlə maşın qarma ilə yaxşı inkişaf edib. Metallurgiya, kənd təsərrüfatı maşın qarması, minik, yük, təyyarə istehsalı bütün maşın qarmalarından yaxşı inkişaf edir. Həmçinin Özbəkistan da yaxşı inkişaf edib maşın qarmaya görə. Kənd təsərrüfatında pambıqçılıq üzrə Özbəkistan, Türkmənistan, Türkiyə, Azərbaycan və Qazaxıstan. Zeytun istehsalına görə, sitrus meyvəsi olduğuna görə zod yarpaqlı Aral dənizli iqlim tipi Türkiyə, Azərbaycan. Buğda, Qazaxıstan, Türkiyə, Tataristan, Başqırdistan. Qarğıdalı və Günəbaxan Türkiyə, Kabarda-Balkar, Qaracay, Çərkəz dağlıq yer istəyir. Qarğıdalı, Günəbaxan. Çəltik rütubətli yer istəyir. Qazaxıstan və Özbəkistanda çəltik qruz sular səthə yaxın yerləşən yerlərdə rütubətli yerlərdir. Ona görə orada çəltik əkmək mümkündür. Şəkər çuğundur. Qazaxıstan, Türkiyə, Azərbaycan və Özbəkistan isə mülayim iqlim qurşağı istəyir. Tütün
Türkiyə, Azərbaycan və Sinsiyan Uyğurun ərazisində tütün bitkiləri əkilir. Mərkəzi Asiyada qaragül qoyunçuluğu inkişaf edib. Türkiyədə anqor keçiləri inkişaf edib. Malqara sayına görə seçilirlər Mərkəzi Asiya ölkələri. Atların sayına görə Yakutiya fərqlənir. Taymır bölgəsi fərqlənir. Arıçılıq dağlıq yerlərdə, Altay və Başqırtıstanda, ipəkçilik Azərbaycan və Orta Asiyada inkişaf eləmiş kənd təsərrüfatı sahəsidir. Daha sonra növbəti slayda keçirik. Türk dövlətləri, ümumiyyətlə Türk dövlətlərinin bərpa sahəsini dedik demədik bilmirəm. 12 milyon kvadrat kilometr ərazidə 250 min əhaliyə malik olan Türk dövlət qurumlarıdır. Onlar da Türk dil ailəsinin, Altay dil qrupunun 4 qolunu alırlar. Altay, yəni Altay dil ailəsində Altay dil ailəsi böyüyü budur, dil ailə. Altay dil ailəsi Türk dil qrupu, çünki Altay dil ailəsi üç dil qrupuna ayrılır. Türklər, Tungus Mancırlar və Monqollar. Biz amma Türk dil qrupuna aidıq. Və Türk dil qrupunun dörd qoluna ayrılırlar. Oğuz, Uyğur, Qıpçaq, Bulqarlar. Oğuzlara Türklər, Azərbaycanlılar, Qaqazlar, Türkmənlər, Türkmanlar, Krım tatarlar, Ahıska türkləri aiddir. Uyğurlara Özbəklər, Uyğurlar, Tıvallar, Şorlar, Xakaslar, Qızıllar. Eee, Bundan başqa Komasin Tobollar var burada Uyğurlarda. Sonra Komasin Tobollar var. Barabat Tatarları var. Uyğurlara aiddir Barabat Tatarları. Daha sonra Qıpçaqlara Qazaxlar, Qaraqalpaqlar, Qumluqlar, Qırğızlar, Altaylar, Noğaylara aiddir. Bulqarlara Tatarlar, Başqırtlar, Qaraçaylar və Karayimlər aiddir. Tatarların növləri var idi. Krım tatarları Oğuz dil qrupuna aid oldu. Barabat tatarları və Çulum tatarları var. Onlar Uyğur dil qrupuna aiddir. Adi tatar dediyimiz bütün tatar xalqı isə Bulqar dil qrupuna aiddir. Azərbaycanlılar hara aid oldu? Oğuzlara. Özbəklər hara aid oldu? Uyğurlara. Altaylar, Noğaylar hara aid oldu? Qıpçaqlara. Bu şəkildə yadımızda saxlamağa çalışırıq bu dil ailəsinin və dil qurumları. Daha sonra gəldiyi ölkələrə Qazaxıstan. Müstəqil Türk dövlətlərindən Qazaxıstan hansı ölkələrlə sərhəddir? Rusiya, Çin, Qırğızıstan, Özbəkistan. Görürsüz, Tacikistanla Qazaxıstanın sərhəddi yoxdur. Buradan Özbəkistanın davamı bu hissəyə gəlir. Qırğızıstan, Özbəkistan və Türkmənistanla sərhəddi Qazaxıstan. Qazaxıstanın əsas şəhərləri Almatı əvvəlki paytaxtıdır, indiki paytaxtı Astana şəhəridir. Məşhur böyük şəhərlərindən Kustanay şəhəri var, Pavlodar şəhəri var, böyük şəhərlərdən deyə bilərik. Daha sonra Atrau şəhəri var, Kustanay şəhəri var. Çimkənd şəhəri var, Pavlodar şəhəri var dedik bu şəhərlərə. Almatı burada yerləşir. İndi isə mərkəzini köçürüblər Astanaya. Bu kimi şəhərlərə malikdir Qazaxıstan. Qazaxıstan ərazisindən olan göllərimiz oldu. Balxaş gölü, İliç çayı tökülürdü. Aral gölü Qazaxıstan Özbəkistan sərhəddindən axdı dedik. Sırdəryanın mənsəbi gəldi Aral gölünə Qazaxıstan ərazisində töküldü. Eee, Nəqliyyatında dəmir yolu nəqliyyatı əsas rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizində yerləşir. Aşağı çökəkliyi, Karagiya çökəkliyi yerləşir. -132 metr. Xəzəriyanovalıq yerləşir ərazisində demişdik. Bu kimi xüsusiyyətləri deyə bilərik. Əsas biz burada şəhərlərə baxacağıq, çünki digərlərində hamısını demişik. Daha sonra gəldik Qazaxıstana. Daha doğrusu Özbəkistana. Yazılarımızı silək. Özbəkistan. Materik daxili, iki qat materik daxili ölkədir. Çünki onun və onun ətrafında olan ölkələrin heç birinin dünya okeanına birbaşa çıxışları yoxdur. Özbəkistan əhatə olunub Qazaxıstanla, Qırğızıstanla, Tacikistanla, Əfqanistanla və Türkmənistanla. Taciklər və Əfqanlar Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid olan xalqlardır. Deməli, Özbəkistanın Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid olan xalqlarla qonşuluq mövqeyi var deyirik. Materik daxili mövqeyə malikdir. Aral gölünün bir hissəsi Özbəkistanda yerləşdi. Paytaxtı Daşkənd şəhəridir. Sonra Daşkənd şəhəridir. Bundan başqa Səmərqənd, Fərqanə, Səmərqənd şəhəri, Fərqanə şəhəri, Tərməz şəhəri, Əndican, Xivə şəhəri, Qazlı şəhəri bu kimi şəhərlərə malikdir. Buxara, Xivə bu kimi şəhərlərə malikdir. Tərkibində Qaraqalpaq Muxtar Respublikası yerləşir. Paytaxtı Qaraqalpaq Muxtar Respublikasında paytaxtı Nukus şəhəridir.
Bu da Özbəkistan haqqında qısa, əsas şəhərlərin bilməliyik, yəni də digərlərini o biri slaytlarda danışmışıq. Daha sonra gəldik Türkmənistana. Türkmənistan materik daxili mövqedir. Xəzər dənizindən çıxışı var. Qazaxıstan, Özbəkistan, Əfqanıstan və İranla sərhəddə malikdir. Burada Kopet dağ silsiləsi yerləşir. Türkmənistan İran arası sərhəddə. Xəzər dənizində Qarabağaz körfəzindən Qlauberduzu çıxarırdı. Şəhərləri var. Paytaxt şəhəri Aşqabad şəhəridir. Nebitdağ şəhəri var. Bundan başqa Qızılqaya şəhəri, Cərco, Marı şəhərləri göstərə bilərik. Taşal şəhəri var şimal hissəsində. Türkmənistan tərkibində Qaraqum səhrası var. Bunu deyə bilərik. Bu kimi xüsusiyyətlərə malikdir. Əsas şəhərlərimiz Cərco, Marı, Nebitdağ, Taşağız və Türkmənbaşı şəhərlərimizdir. Daha sonra keçdik növbəti Qırğızistana. Qırğızistan hansı ölkələrlə? Qırğızistan da materik daxili mövqe malikdir. Qazaxıstandan, Çindən, Çində Sinsiyan Uyğurla, Tacikistandan və Özbəkistanla sərhəddə malikdir. Qırğızistan paytaxtı Bişkek şəhəridir. Bundan başqa böyük şəhərlərdən Oş şəhərini göstərə bilərik, Cəlilabad şəhərini göstərə bilərik ki, böyük şəhərlərdir. Qırğızistanda Ə, əsasən kənd təsərrüfatı sahələri inkişaf edib, pambıq, taxıl, kartof, heyvandarlıq da inkişaf edib. Bu kimi xüsusiyyətlər deyə bilərik Qırğızstan haqqında. Daha sonra keçdik növbəti Türkiyə. Türkiyənin deməli, onu da silək. Aha. Türkiyə qurda 8 ölkə ilə həmsərhəddir. Dünya çapında birbaşa çıxışı var Türkiyənin. Gürcüstan, Ermənistan, ə, Gürcüstan, Ermənistan, ə, Azərbaycan, İran, İraq, Suriya. Daha sonra buradan Rumıniya və Yunanistanla sərhədləri var Türkiyənin. Əsas şəhərləri, böyük şəhərləri, paytaxtı Ankara şəhəridir. Bundan başqa İstanbul şəhəri var, Boğazda yerləşir. Ə, Bosfor boğazında yerləşir. Böyük şəhərlərdən sonra Adana şəhəri var, Qaziantep şəhəri var. İzmir şəhəri var, Bursa şəhəri var. Bunları göstərə bilərik. Materikdə Samsunla Trabzon şəhərləri Qaradəniz sahilində, Adana şəhəri, Antalya şəhəri Aral dəniz sahilindədir, İzmir şəhəri Egey dəniz sahilində. Bunları Türkiyə göstərə bilərik. Türkiyədə şimalında Pont dağı, cənubunda isə Tavr dağı var idi. Anadolu yaylasında ən hündür zirvəsi yerləşirdi Ağrı dağ. Van gölü var ərazisində, Tuz gölü var. Şorsulu göllərdir bu göllər. Duz çıxarmasında istifadə olunur. Dünya çapında birbaşa çıxışı oldu. Bu da Türkiyə haqqında. Azərbaycan haqqında verməmişik heç. Çünki bacardığımız qədər hər şeyi ölkəmiz haqqında bilirik və keçmişik. Daha sonra indi bu dediklərimiz Türk dövlət qurumlarını ümumi şəkildə sxemdə verib yadımıza salaq görək nələri keçdik, hansıları tanıdıq. Birinci oldu Türkiyə, ikinci oldu Qazaxıstan, üçüncü oldu Özbəkistan, dördüncü oldu Türkmənistan, beşinci oldu Azərbaycan, altıncı oldu Qırğızistan, 7 Başqırdistan, 8 Tataristan, 9 Çuvaşiya, 10 Saxa Yakutiya, 11 Kabarda-Balkar, 12 e, Hakasya, 13 Qaraçay Çərkəz, 14 Tıva, 15 Altay, 16 e, Özbəkistan tərkibindəki bu Qaraqapaq Muxtar Respublikasını deyir. Qaraqapaq Muxtar Respublikası. 17 Sinsiyan Uyğur. 18 Moldovada olan deməli paytaxtı Koma şəhəri, yenə adı yadımdan çıxdı. Qaqaziya Muxtar Respublikası, 19 Şimali Kipr Türk Respublikası. Bunlardır. Deməli siz də indi xəritəyə yazılara baxmadan təkrar əgər yerlərini deyə bilsəz, deməli mətni dərsi öyrənmiş olmuşsunuz.